Xoş gördük, dəyərli Azad Söz izləyiciləri. Azərbaycan Prezident ailəsi İlham, Mehriban, Leyla Əliyevlər Münxendə, Almaniyada Münxen Təhlükəsizlik Konfransında iştirak etdi. Jurnalist Emin Hüseynov onlara suallar verdi ayrı-ayrılıqda və onların cavabları ayrı bir biabırçılıqlar oldu. Emini indi tapa bilmirik, başı qarışıqdır, məşğuldur. Məlum məsələ, onun qardaşı Mehman Hüseynovla danışırıq, özü aydınlıq gətirəcək. Mehriban Əliyevanın xüsusilə cavabı məhz acıq çıxmaq və sanki intiqam cavabı verirəm mən kimi səsləndi. Mehman, salamlayıram səni. Xoş gördük Tural, bütün izləyiciləri də salamlayırıq. Bugün yaxşı mövzularımız var danışmağa. Mən indi videonu göstərəcəm. Ola bilər ki, bəzi insanlar baxmayıb və kimsə də baxıbsa, bilmirəm, Mehmanın şərhini eşitməyib. Eminlə də danışacağıq. Baxın, söhbət bundan gedir. Mehriban Əliyeva çıxır Münxen Təhlükəsizlik Konfransının keçirildiyi binadan və Emin Hüseynov ona sual verir demokratiyadan. O isə nədən cavab verir? Sual vermək olar, ölkədə demokratiyanın durumu ilə bağlı. Mənim adım Emin Hüseynovdur, jurnalistəm. Qadın paltarında səfirlikdə gizlənən insan sizsiz. Sizə can sağlığı arzulayırım. Çox sağ olun, amma qadın paltarında gizlənməmişəm. Sağ olun. Demokratiyanın durumu ilə bağlı sual vermişəm və Mehriban xanım məndən soruşdu ki, siz kimsiniz? Qadın paltarında İsveçrə səfirliyində gizləndiyim barədə soruşublar. Deyirəm ki, təxminən belə olub, amma qadın paltarında gizlənməmişəm. Hər halda məlumatlıdır, amma hadisənin təfərrüatı ilə bağlı o qədər də məlumatlı deyil. Dəyərli dostlar, biz Mehriban Əliyevanın səsləndirdiyi iddialara da cavab soruşacağıq. Əslində, əsas məsələ bu deyil. Məsələ başqa gün onu izah eləyəcəyik. Xahiş edirəm ki, videonun sonuna qədər izləyin, çox danışmayacağıq və bəyənin ki, daha çox insan izləsin. Azad Söz kanalına, Mehman Hüseynov kanalına abunə deyilsinizsə də abunə olun. Mən əvvəlcə deyim, Mehman, burada Mehriban Əliyeva sanki planlaşdırmışdı ki, Emin Hüseynovu alçatsın, amma sözün açığı burada özü alçalmış görsənir. Tam doğru. Çünki ölkəni idarə edən bir şəxs özünü çox aşağı səviyyə, bir jurnalist səviyyəsinə endirir. Bu o anlama gəlmir ki, Emin Hüseynovun səviyyəsi aşağıdır. Bu anlama gəlir ki, Mehriban Əliyeva özünü çox aşağılara endirir. Yəni jurnalist sualına cavab verməyi şəxsiləşdirir. Acığını da yəqin ki, Mehman səndən çıxır da, sən Alyona Əliyeva, onun gəlini haqqında məlumatlardan sonra. Sənin fikirlərin nədir? Bir söz verirəm Fikrim sənə. çox rahat və qısa, konkret olacaq. İlk öncə Mehribanın üz mimikasında, İlham Əliyevin üz mimikasında, onların davranışında, səs tonunda aydın məsələdir ki, onlar mənim bütün videolarıma, araşdırmalarıma baxıblar. Alyona ilə bağlı vəziyyəti bilirlər və Alyona Əliyevanın Əliyevlər ailəsinə, Paşayevlər ailəsinə nə qədər zərbə vurduğunu Mehribanın bugünkü davranışında görmək olar. Yəni, biz başa düşdük ki, ölkədə hər kəsin xəbəri var ki, Alyona Əliyeva kimdir, İlham Əliyev oğluna, balaca Heydərə kimi alıb, evinə kimi gətirib, bu yaxşıdır. Bu deməkdir ki, Mehriban da baxır, Mehriban Əliyeva da bizim efirlərə baxır, İlham Əliyev də bizim efirlərə baxır və bundan bir nəticə çıxardırıq. Nəticə odur ki, İlham Əliyev artıq bizə deyəməyəcək ki, bunun ölkədən xəbəri yoxdur, bunun ətrafda baş verənlərdən xəbəri yoxdur, Mehribanın xəbəri yoxdur. İnan Allaha və bu gün də bu sübut olundu ki, İlham Əliyev şəxsən bizim efirlərə baxır. Mehriban Əliyeva şəxsən baxır. Artıq Əmin Nağıyev onlara nə məruz eləyir, Vilayət Eyvazov nə məruz eləyir. Bunlar hamısı boş və mənasız işdir. İlham Əliyevin hər şeydən xəbəri var. 2. Emin Hüseynov ona sual verir ki, demokratiya ilə bağlı sizdən soruşmaq istəyirəm. Ölkədəki
insan hüquqlarına bağlı vəziyyət, sosial durum. Amma Mehriban Əliyeva nə deyir? Mehriban Əliyeva özünü küçə uşağı kimi aparır və sanki bir küçə razborkasına gəlib, deyir ki, bəs siz hansı eminsiz? Səfirliyə qadın paltarında girən eminsiz? Bir, demək burada Mehriban Əliyeva tanıyırdı kimdir Emin Hüseynov. İki, niyə mən deyirəm ki, bunlar küçə uşaqlarıdır Əliyevlər ailəsində? Bax, görürsünüzmü? Fərqi görürsünüzmü? Hüseynov ailəsi ilə Əliyevlər ailəsindəki fərqi deyirəm. Mən ortaya fakt qoymuşam ki, Alona Əliyeva kimdir? Ortaya fakt qoymuşam ki, balaca Heydər Əliyev dezertirdi, əskərlikdən qaçıb. Ortaya fakt qoymuşam ki, Alona Əliyeva Odessadandır, klubdan çıxıb. Ölkəyə fakt qoymuşam ki, Alona Əliyeva qanunsuz olaraq Azərbaycan vətəndaşlığını alıb. Bax, faktlardır bu. Mehriban Əliyeva, mən əminəm ki, indi sənin bu efirinə də baxacaqlar. Mehriban Əliyeva əgər kəlmə deyirsə, söz deyirsə, onun arxasında bir sübut olmalıdır, fakt olmalıdır. Əli Nağıyevin, İlham Əliyevin, Mehriban Əliyevanın duxu çatırsa, ortaya faktı, görüntünü qoysun ki, Emin Hüseynov 2015-ci ildə İsveçrə səfirliyinə qadın paltarı ilə girib. Şəkillər paylaşırlar. Süni intellektlə düzəldilmiş bir Yox, şəkillər süni paylaşır. intellekt yox da. Hökumətin saytları belə özünə hörmət etdiyini iddia edən saytlar süni intellektlə O boş paylaşırlar. söhbətlərdir, İsveçrə əlbəttə ki, o yox. səfirliyinin Amma Mehriban Əliyeva çıxardıb video və foto faktı ortaya qoya bilərmi ki, Emin Hüseynov həqiqətən də qadın paltarı ilə girib? Bu boş söhbətdir, bu mənasız söhbətdir və sən dediyin kimi bunu düşünürdü ki, o bizi alçaltmaq istəyir, qisas almaq istəyir. Amma yenə də bumerang effekti oldu. Yəni İlham Əliyev və Mehriban Əliyeva fakt qoya bilmirlər ki, belə bir hadisə olub. Emin Hüseynov qadın paltarında girib. Amma cavab olaraq, bax, onlar fakt qoyanmır, amma mən sabah daha bir fakt ortaya qoyacağam ki, Alona Əliyeva nəinki əxlaqsız, nəinki qeyri-qanuni vətəndaşlığı alıb, nəinki bu pozğun bir həyat sürüb, daha bir faktı ortaya qoyacağam və bu İlham Əliyevin, Mehriban Əliyevanın davranışına cavab olaraq olacaq. nə faktdır o elə? Bunu demirəm. Qoy o sürpriz, qoy gecə, sən görmüsən də İlham Əliyevin üzü necə dəyişilib, yorğunçuluq, çöküb, yuxusuzluq. Onlar həftələrdir, günlərdir yatmırlar. Bunu başa düşmək lazımdır ki, bunları biz Əliyevlər, Əli Paşayevləri çox zəif nöqtəsindən tutmuşuq. Onlar hal-hazırda ağıllarını itiriblər. Onlar başa düşmürlər ki, nə edirlər. Misal üçün, mənə ləzzət eləyir ki, bütün hökumət yönlü media bunu paylaşır. Və onlar dərk eləmirlər ki, Alona məsələsinə bu qədər diqqət cəlb edirlər. Mən indi statistikaya girdim. Bu gün ərzində baxıram ki, Alona ilə olan videoların baxışları hər saat 50 min, 100 min getdikcə artır. Deyirəm, ay Allah, bu nə baş verir? Sən demə, bu hökumət yönlü media bu Mehriban Emin Hüseynov davasını ortaya qoyub və insanlar da kökünə gedib çıxıbdır. Məsələn, Xəbəri kökündə olmayanlar da xəbəri olubdu. əlbəttə ki, bu çox yaxşıdır. Ona görə də biz deməli düzgün strategiya qurmuşuq, düzgün plan üzrə gedirik və bu bir daha bizə sübut edir ki, İlham Əliyevin ölkədə nə baş verdiyini bilir. Ölkədə nələr olur, xəbəri var. Mehriban Əliyevanın var. Biz onları rəzil günə qoymuşuq. Biz burada sənin əməyin gedir, digər blogerlərin. Çünki hökumətin görmüsən də, milyonlar öz mətbuatına töküb. Real TV, AS TV-yə, Qafqaz Info, APA, Ciji kanallara. Amma News adında 11 milyon büdcəsi olan güya ingilis dilli kanal açıblar Hikmət Hacıyevin tövsiyəsi ilə. Və onun biabırçılıq. jurnalistini də gətirmişdilər. Bilirəm, xəbər var. Amma bu məsələdə heç nə edə bilmədilər. Yalnız və yalnız düşünmədən Türkiyəyə gedib Mehriban Əliyevanın sözündən yapışıblar
Mən deyirəm ki, Mehriban Əliyeva, sən ortaya foto və video fakt qoysan ki, belə bir hadisə olub ki, Emin qadın paltarı ilə səfirliyə girib, mən bütün Alonanın videolarını pozacağam və tələb eləyəcəm ki, bütün blogerlər bu videoları postsun, bu da bizim hörmətimiz olar. Amma vay o günə ki, o faktı və video görüntünü ortaya qoymadı. Mən yenə demişəm ki, Alona Əliyevanın daha da rəzil görüntüləri ortaya çıxacaq. İlham Əliyev bunu istədi. Mən İlham Əliyevin istədiyini yerinə yetirəcəm. İlham Əliyev istədi, yoxsa Mehriban Əliyeva istədi? Yəni fərq var. Əliyevanın son açıqlamasından sonra mı biraz daha əsəbləşdi? Yox, mən istəyirəm ki, mənim istədiyim odur ki, haqq, ədalət olsun. Mənim istədiyim odur ki, bizə, siyasi fəallara şər böhtan atılmasın. Bax, dedi ki, erməniyəm, araşdırdıq, məlum olub ki, DTX-nın agentiymiş. Puç oldu. Dedi ki, indi demir, Emin qadın paltarı ilə girib. Mən deyirəm ki, çox gözəl. Giribsə, fakt qoymalısan. Səfirlik içəri şəhərdə olub, mərkəzdə olub, mərkəzdə kameralar var. Əli Nağıyev, Vilayət Eyvazov ortaya video qoysunlar. Qoya bilmirlər. Çünki yoxdur axı, bilirlər ki, Emin normal kişi paltarında gəlib, girib, İlham Əliyevi, Mehriban Əliyevanın kəşfiyyatını doluyub və girib səfirliyə. Əcəb deyilib. Amma biraz aydınlıq gətirə bilər. Əslində bu sual, bu haqda danışmağı Emin Hüseynova ondan soruşsa daha yaxşı, amma izləyiciləri intizarda saxlamayaq. Nətər olub, necə olub, Mehriban Əliyeva nəyə işarə edirmiş? Cavab verə bilərsən? 2014-cü ildə vətəndaş cəmiyyətinə qarşı bir baskı, bir repressiya baş verib. Həmin ildə Xədicə İsmail həbs olunmuşdu, Leyla Yunus həbs olunmuşdu və digər hüquq müdafiəçiləri. Emin Hüseynov da deyib ki, mən İlham Əliyevin həbsxanasında yatmaq istəmirəm. Mən ora həbsxanada qalmaq istəmirəm. Bu da humanitar əsaslarla İsveçrə səfirliyinə daxil olur. Yəni, bu evindən çıxır və İsveçrə səfirliyinə gedir. Sadəcə görkəmini dəyişir, yəni saqqalını, rəngini dəyişir, linza taxır və xarici vətəndaş kimi bir kişi formasında gəlir səfirliyin qabağına. Səfirliyin qabağına gəlir, orada da kəşfiyyatın işçiləri, DTX-nın, o vaxt Milli Təhlükəsizlik Nazirliyi, polisin yaxınlaşırlar bunlar ki, siz kimsiniz? O deyir ki, mən başlayır ingilis dilində danışmağa ki, mən İsveçrəliyəm, pasportumda İsveçrə səfirliyində istəyirsiniz, gətirim. Bunlar deyir ki, zəhmət olmasa gətirəsiniz. Bu girir səfirliyə və onlar başa düşür ki, bu elə Emin idi. Sadəcə üzündən, saqqalından tanımadılar. 2014-də olub bu. 2014. 14, 6, 10 il keçib. Yox, 12 il keçib. Düzdür? Niyə indiyənə qədər İlham Əliyev o görüntüləri paylaşmıyor ki, ala ay Emin, ala ay Mehman, qadın paltarında girmişsi səfirliyə. Niyə? Yoxdur faktları. Yoxdur faktları, amma bizdə o faktlar var ki, Alona Əliyevanı tam rəzil günə salaq. Yəni, biz göstəririk ki, İlham Əliyev ailəsi korrupsionerdir, oğrudur, onların ailə üzvləri dezertirdir, dələduzdur, cinayət törədir. Amma İlham Əliyev bizdən küçə söhbətləri aparır. Buyursun, ortaya fakt qoysun. Amma fakt yoxdur. Yəni, bu fakt olsaydı, bunlar düşünmədən elə 2014-dən yayardılar ki, gələ, bu sənsən. Bunlar bax belə... Əminəm ki, DTX indi saxta faktlar nəsə hazırlayır. Tək onun paltarda girib girməməsi məsələsi yoxdur. Yəni, Emin Hüseynovla ayrı bir kampaniya yəqin ki, başladacaqlar. Mehriban Əliyevaya dəstək xarakterli. Amma biz Mehriban Əliyevanın dəstək üçün əlimizdən gələni də eləyəcəyik. Amma dediyim kimi, məsələ çox biabırçıdır. Mehriban Əliyeva üzünü çevirib getmiş olsaydı, əslində 0-0 olardı, daha hörmətli olardı. Mehriban Əliyeva İlham Əliyev kimi cavab versəydi ki, harada demokratiya var, daha hörmətli olardı. Bu ölkənin vitse-prezidentidir
vitse-prezidenti məsələnin şəxsləşdirməsi bu biabırçıdır ki, yəni bunun həmçinin əgər lap Emin Hüseynov səfirliyə həbs olunmamaq üçün, təqibdən, təzyiqdən, repressiyadan qaçmaq üçün fərqli geyim geyinib girirsə, bu yenə minus Əliyevlər rejiminə düşür. Sən ölkədə nə yaratmısan ki? Və adam başqa paltar geyinir və başqa görkəmdə gedir, başqa ölkəyə sığınır. Bunun özü bir biabırçılıqdır. Burada 1, 2, 3, 4, 5, 6 sadalaya bilərik, çox şeylər sadalaya bilərik. Amma görsənir ki, Mehriban xanım bunları düşünməyib, belə söhbəti də ancaq şəxsiləşdirib və mən uzun illərdir ki, Mehriban Əliyevanı heç danışan görmürdüm. Danışırdı mı bu adam? Mən də görməmişəm. Bu heç danışa da bilmir. Bu heç danışa da bilmir. Emin onu danışdırdı. Məncə Eminə əlavə bir mükafat da düşür ki, Mehriban xanımı danışdırdı. Mən amma çox təəssüf edirəm ki, bizim bəzilə bilmirəm yaltaqlar idi onlar, yoxsa qanlarına mı hopubdu, qoyun təfəkküründə yox, beynində olanlar şərhlərdə çoxları yazdı ki, Mehriban xanım susturdu Emin Hüseynovu. Sanki rəqibdilər. Eminlə Mehriban sanki rəqibdilər. Sanki Emin haransa vitse-prezidentidir. Sanki Emin Hakopyandır. Nə bilim, sanki başqa bir dövlətin bir rəsmisidir. Sanki deyək ki, məsəl üçün İlham Əliyev Makronun adını çəkir, biraz hörmətlidir də, yəni prezidentlə rəqabətə girir. Mehriban da Makronun həyat yoldaşının adını çəksəydi, daha hörmətli olardı, onunla rəqabətə girmiş olardı. Və sən bir jurnalist sənə sual verir, denən ki, heç yerə demokratiya yoxdur. İcazə ver onu, mən İlham Əliyevin də o cavabını göstərim burada. Bir 15-20 saniyəlikdir. Diqqət ekrana. Cənab Prezident, müstəqil mətbuatın suallarına da cavab verə bilərsiniz, yoxsa yox? Bəlkə onda siz cavab verəsiniz. Müstəqil mətbuat yoxdur dünyada. Daha hörmətli. Valla buna o qədər də çox müzakirəyə səbəb olmadı bu məsələ. Amma Mehriban Əliyevanın dedikləri səbəb olur. Müzakirəyə səbəb olur. Əslində burada yenə deyirəm ki, hadisələr çox gözəl gedir. Hadisələr uğurlu gedir. Yenə deyirəm ki, aydın oldu ki, İlham Əliyev və Mehriban Əliyevanın zəif nöqtəsindən biz tutduq, onları yaxaladıq. Demək ki, ölkədə həbslər olursa, əgər jurnalistlər, hüquq müdafiəçilər, siyasətçilər həbs olunursa, İlham Əliyevin göstərişi ilə bunlar həbs olunur. Yəni İlham Əliyev artıq bilir ki, ölkədə siyasi məhbuslar var, kim nəyə görə həbs olunub və bunu dana bilməz. Deyənməz ki, hansısa məmur bunu öz başına eləyib. Hər şey ortadadır. Hər şey ortadadır. İllərdir ki, biz, yəni mən tarixdə belə bir hadisə görməmişdim ki, sanki burada iki ailə vuruşur da. Yəni Hüseynovlar Əli Paşayevlərə qarşı, Əli Paşayevlər Hüseynovlara qarşı. Amma bizim niyyətimiz ölkədə olan durumu xalqa çatdırmaqdır. Ölkədə olan korrupsiyanı, ölkədə olan rüşvətxorluğu dayandırmaqdır və bizim niyyətimiz aydındır. İlham Əliyevin, Mehriban Əliyevanın niyyəti də aydındır. Lakin mən yenə demişdim ki, bu son deyil. Bu sonun başlanğıcıdır. Biz bu templə, bu belə addımlarla işimizə davam etməliyik. Yaxşı hal odur ki, yenə də hər kəs başa düşdü ki, İlham Əliyev, Mehriban Əliyeva bütün nefirləri izləyir. Hər şeylərdən xəbəri var. Onlar ASTV-yə baxmır, amma Azad Sözə baxır. Onlar Real TV-yə baxmır, Mehman Hüseynova baxır. Yəni bunlar bilir ki, təhlükə, bunları narahat edən məsələlər yalnız müstəqil televiziyalarda, onlayn televiziyalarda danışılır. Ölkədə olan həqiqətləri, ölkədə olan məmur özbaşınalıqları ancaq bizim kanallar danışır və onlar da bizi izləyir. Deməli yaxşıdır, deməli zərbələri düz endirmişik. Yenə deyirəm ki, davam etməliyik. Yəni
tempi tutmuşuq, zəif nöqtələrini bilirik, davam etmək lazımdır. Və bir məsələni də qeyd edeyim. Mən bütün efirlərdə, hətta sizin də efirdə səsləndirmişəm ki, İlham Əliyev bir şeyi unutmamalıdır. İlham Əliyev unutmamalıdır ki, bizdən hədə dili ilə, şantaj dili ilə danışmaq olmaz. Ən azı ona görə olmaz ki, görürsünüz Münxendə Emin Hüseynov İlham Əliyevlə üz-üzə gəlib. Sabah Davosda elə ola bilər ki, Mehman Hüseynov Mehriban Əliyeva ilə üz-üzə gələr, Mehman Hüseynov Leyla Əliyeva ilə üz-üzə gələr. Emin Hüseynov əgər mədəni davrandısa, əgər etik davrandısa, Mehman Hüseynov nə bütün bu etikaya riayət eləyəcək, nə mədəniyyətə riayət eləyəcək. Yəni, mən üz-üzə gəldiyim vaxt loppa ilə üzlərinə tüpürəcəm. Tüpürə bilən adamam. Yəni, bunu İlham Əliyev dərk eləsin ki, bizimlə, siyasi fəallarla, müxalifətlə, şantaj dili ilə, hədə dili ilə, küçə dili ilə danışa bilməz. Bu ona dərs olsun. Və bilsin ki, bax, Mehriban Əliyeva ilə sabah Hüseynovlar ailəsinin başqa üzvü də üz-üzə gələ bilər. Sən ondan Brüsseldə, Strasburgda, başqa bir şəhərdə, beynəlxalq konferansda üz-üzə gələ bilərsən. Və onların gördükləri cavab başqa cür ola bilər. Onların xoşuna gəlməyə bilər. Odur ki, bax, bunları bütün ölçüb biçməlidirlər. Allah, mən sənin efirindən demək istəyirəm ki, Əli Nağıyevə rəhmət eləsin. Ara yerdə Əli Nağıyev, mən düşünürəm ki, bu olaydan sonra onun vəziyyəti həqiqətən də heç də yaxşı deyil. Allah ona şəfasını versin, əgər rəhmətə getməyibsə. Rəhmətə getməyib, amma onun birinci mavini, bunu ilk dəfə deyirəm, son olanlardan sonra, Ceyhun Şadınskinin rəsmi olmasa da qeyri-rəsmi vurulduğu, yəni vəzifədən vurulduğu bildirilir. Çox yerdə görsənmir. Tam dəqiqini bilmirəm, amma çox yerdə görsənmir və onu yaman qulaq vurması ediblər. Və bir məlumat da deyim, yəqin ki, izləmişsiniz, zaman-zaman İlham Əliyev hansı ölkəyə səfər edirsə, vacib bildiyim, əhəmiyyəti hesab etdiyim hallarda onun təyyarəsinin necə uçduğunu, hansı haralardan keçdiyini göstərirəm mən xəritədə. Və ən sonuncu da xatirinizdədirsə, İlham Əliyevin təyyarəsinin Bakıdan Birləşmiş Ərəb Əmirliklərinə necə uçduğunu göstərmişdim. Bax, bunu göstərmişdim. Türkiyədən, Türkiyə, yəni İran'a filan. Yəni İran üzərindən 2 saat 40 dəqiqəlik seçməyib, çox uzun 5 saat 20 dəqiqəlik yol gedibdi, havada uçubdu. Baxmayaraq ki, İran üzərindən Azərbaycan təyyarələri Dubaya, Bakıya, Bakıdan Dubaya, Dubaydan Bakıya gedirlər. Heç bir problemi yoxdur. Sadəcə İlham Əliyev problem hiss edibdi. Hər bir halda, yəni söhbət bunu müzakirələşmək deyil. Və mən İlham Əliyevin Münxenə səfərini öyrənmək istədim və Dubaya, bu Birləşmiş Ərəb Əmirliklərinə uçuşunu ifşa etdikdən sonra, bilmirəm, çox narahat olublar. Lokasiyanı gizlədiblər. Tamam gizlədiblər, heç yerdə də məlumat yoxdur və yazır da ki, saytlar yazır ki, yox da bu sən prezident qorxur. Bu çıxır qarşımıza. Yəni bir ildən çoxdur ki, maraqlanırdım, amma sonda nəsə qərara aldılar ki, prezident təyyarəsini, bu başqa dövlətlərin prezidentləri də uçur ora, bura, açıqdır hamıda. İlham Əliyev, bilmirəm, çox da müraciətlər eləyibdir. Hansı təhlükəsizlik problemləri dilə gətirib, nə edib da onlardan xəbərim yoxdur. Yəni, təlaşdadılar, amma belə deyək ki, faydası yoxdur. Təlaşdadılar, qorxurlar, narahatdılar. Bu Əliyevlər idarə etmə tarixində ilk dəfə ki, mən bunları bu cür görürəm, narahat görürəm, qəzəbli görürəm, hirsli görürəm, kinli görürəm. Maraqlıdır. Mən düşünürəm ki, biz artıq hansısa dəyişikliklərə nail ola biləcəyik. Əgər bu templədə, bax, üzünə bax. Həm də belə görürük onu. Vay. Və sən bilirsən, bu foto üzərində hökumət yönlü mətbuat photoshoplayıb
Bu O- foto deyil, bu videodan çəkilib deyə olduğu kimi görsənir. Amma mən bir ekspertdən soruşdum, bildirir ki, alın nahiyəsinə botokslar vurdurub İlham Əliyev. 60 neçə yaşında. Və burun əməliyyatından sonra da sifətində də nələrsə bu hallar baş verir. Hər qərəz, Mehman, sənin də vaxtını çox almayım. Təşəkkür edirəm. Təşəkkür edirəm və bizim Görüşürüz. növbəti serialı gözləyin. Bu günlərdə olacaq. Biz bilirsiniz ki, yenə deyirəm ki, Əliyevlərdən bizim müstəqil blogerlərin fərqi odur ki, biz fakta əsaslanıb bir məlumatı paylaşırıq. Hansısa sübut ortaya qoyuruq, hansısa dəlil ortaya qoyuruq. Ona görə də Azad mətbuatı izləməyə davam eləyin, bəyənin, paylaşın. Həqiqətləri hər kəs bilməlidir. Sağ olun. Təşəkkür edirəm. Yayımdan çıxmadan öncə xahiş edirəm dəyərli izləyicilər, bəyənin ki, daha çox insan bu efiri izləsin. Sağolmat qalın.